Şairlər mütləq sosial problemlə üzləşməlidir. Sosial problemlərin içində batmalıdır ki, o yaxşı şeir yazsın. Olmazmı ki, şair elə firavan yaşasın, elə o firavan yaşayışın içərisində də gözəl əsərlər ərsəyə gətirsin. Mümkündürmü ümumiyyətlə? Siz necə düşünürsünüz? Bu mənə gəlir biraz o romantizm dövrünün bir klişesidir. Sonra da Sovet dövründə, sosializm dövründə də çox belə oturuşdu. Əgər söhbət burada, yəni maddi rifahdan, rahatçılığından, imkanlarının yaxşı olmağından gedirsə, minlərlə əks nümunədə demək olar ki, Qraf Tolstoy kifayət qədər imkanlı bir adam idi, amma yenə də dünyada yazmaq üçün nəsə tapırdı da. Bəli. Nə bilim, Orxan Pamuk atadan, babadan, dədədən çox varlı bir adam olub və hətta o özünün yazdığına görə o dərəcədə varlı adam olub ki, nəsillər boyu onlar atasının və babasının yaratdığı sərvəti yesələr qutara bilməzdi. Amma özünü bir otağa qapadıb, yenə də dünya haqqında, nə bilim, Türkiyə haqqında öz düşüncələrinə dalaraq o məşhur romanları yazırdı. Yəni, bunun sənin içindəki sözün deməyə, dünyaya baxanda, dünya ilə girdiyin konfliktin, dünyada dəyişməsini istədiyin şeylərin, dünyada səni narahat edən şeylərin cibindəki ilə o qədər də mənə elə gəlir ki, birbaşa bağlılığı yoxdur.